Nə kişilikdən danışırsınız mənə, nə qabiliyyətdən danışırsınız, nə millətpərəstlik, sağra ləzgi. Nə olub, ləzgi olub, neynəm sizə bu ölkə üçün? Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Mənə bu videonu tez-tez atırlar. Hətta bir xanım demək olar ki, hər gün yazır ki, nə oldu? Niyə bu qadını paylaşmırsan? İctimailəşdir. Hüquq mühafizə orqanları tədbir görsün. Bu qız həbs edilsin. Əslində mənim bu videodakı qadına yazığım gəlir. Görürsünüzmü? Affek vəziyyətdədir. Öz dediyini öz qulağı eşitmir. Bilirsinizmi? Bu işlər hüquq mühafizə orqanlarının işi deyil. Sabah yenə köhnə hamam, köhnə tas olacaq. Həbs olunmaq əslində insanı bir o qədər də tərbiyələndirmir. Əksinə, cəmiyyətə qarşı daha aqresiv edir. Cinayət törədənlərin 90%-i əvvəllər məhkum olunanlardır. Belə adamları bu sosial şəbəkələrdə özünü apara bilməyən belə tipləri psixiatriya mərkəzinə yerləşdirmək lazımdır. Çünki bir psixiatrik xəstə cəmiyyət üçün bir cinayətkardan daha təhlükəlidir. Müalicə etdirmək lazımdır. Sizə bir sual verim. Normal bir insan, ağlı başında olan biri canlı yayımda qəhrəman bir xalqı təhqir edərmi heç? Bu qadını bu vəziyyətə salanların heç mi günahı yoxdur? Bu qadının canlı yayımında o təhqirə vadar edənlər, ay ləzcilər səni bel eləsin, el eləsin yazanlar, bu adama dərs deyən müəllimlər, bu qadına atestat verən məktəb, onun canlısına rəy yazanlar, hədiyyə atanlar, elə bunu anti-reklamla gündəmə gətirmək üçün videonu mənə atanlar, elə mən özüm, qısacası bizim heç mi günahımız yoxdur? Adamın savadı birini ki yoxdur da, ictimai baxışları sıfırdır, yoxsa anlayardı, bilərdi ki, bəzi əvəzliyi ilə bütün sözü fərqlidir. Bəzi ləzcilər desəydi üstündən bitər keçmək olardı. Çünki elə bir rayon, elə bir qəsəbə yoxdur ki, orada tüfeyli həyat sürən, pozğunluq edən biri olmasın. Bu gizli də olsa, aşkar da olsa, qəbul etsək də, etməsək də belədir. Dünyanın hər yerində var. Amma dilimizi bilmədiyi üçün bəzi əvəzinə bütün ləzcilər deməyi artıq cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 147 böhtan, 148 təhqir. Bu adamın azca savadı olsaydı bilərdi ki, Qarabağın azad olunmasına görə minlərlə ləzgi xalqının nümayəndəsi canlarını bu torpaq üçün fəda edib şəhid olmuşdular. Azacıq biliyi olsaydı ləzgi xalqının nümayəndələrindən Sovet İttifaqı qəhrəmanı Abbas İsrafilovu, Azərbaycan milli qəhrəmanı Çingiz Qurbanovu, 44 günlük savaş qəhrəmanları Tehran Mənsimovu, general-leytenant Yaşar Aydəmirovu və s. tanıyardı. Bu qadının ləzgi xalqının nümayəndələri Türkiyə millisinin, Inter, Galatasaray, Fənərbağça futbol klublarının formasını geymiş futbolçu Əmrə Bələzoğlunu, Azərbaycan bayrağını təmsil edən elə futbolçular digərləri, Şahruddin, Rahid Əmirquliyev, kapitan Bədavi Hüseynovu tanımamasını təəccüblü saymıram. Mənə elə gəlir ki, bu qadın Azərbaycan torpaqlarını qoruyan, dar gündə bu vətəni tərk etməyən, 1918-ci ildə Ləzgi Dicah kəndindəki qanlı dərə soyqırımında ermənilərə qarşı mübarizə aparıb 12 min ləzginin şəhid olduğunu bilsəydi, bu səhv etməzdi, bu qələt etməzdi.